Vaxtında daşınmayan tullantılar insanları narahat edir. Xüsusilə yay aylarında qalaq-qalaq toplanan zibilliklərin ətrafından pis qoxu əlindən keçmək mümkünsüzdür. Elə bu cür acınacaqlı vəziyyət Siyəzən şəhərində də hökm sürür. İzləyək. İt, pişik, inəklər aylarla yığılmır. Özən vurub yandırırlar, uşaqlar. Bunun da iyi qoxusu gedir bu binalara. 5 mərtəbəli binalardır, təzə bina da var. Zibilliyə baxan yoxdur. Vallahi inəklər, itlər axşamacan burada olurlar, qırırlar bir-birini. O ona hürür, o ona cumur, buyunuzu. Siyəzən şəhərinin əksər küçələrində belə xoşagəlməz mənzərə hökm sürür. Sakinlərin sözlərinə görə məişət tullantıları vaxtında daşınmadığına görə ərazidə antisanitar vəziyyət yaradır. Sakinlər deyir ki, son vaxtlar ərazidə kommunal müəssisənin nə əməkdaşlarına, nə də texnikalarına rast gəlinir. Günlərlə toplanan tullantılar ətrafa səpələnir, qoxusu isə ətrafa yayılır. Zibil qoyulmuş zibil yeşikləri zibillə dolub daşır, üfunət ilə demək olar ki, hərəkət etmək mümkün deyil. Əksər küçələr demək olar ki, bu vəziyyətdədir. Neçə gün? Nə qapı pəncərəni aça bilirlər, nə də küçə itlərinin qorxusundan həyətə çıxa bilirlər. Maşın yoluna gəlir, tökülür zibillər. Biabırçılıq. İyi qoxu dəhşət. Deyilməli deyil. Baş çatdadır. Bəli, xəstəlik. Biz yeməkləri ıslatırıq. Təəssüf ki, bu natəmizlikdən yaranır bu xəstəliklər. Bəs aidiyyəti qurumun əməkdaşları və texnikaları niyə qeybə çəkilib? Avtomobil işləyən vaxtlarda həmin küçələrdə demək olar ki, zibil mütəmadi daşınıb. Ancaq sırf bu axırıncı bu bir həftədəki yığılan zibil sırf o maşının, avtomobilin dayanmasıyla bağlıdır. Yəni ki, hal-hazırda avtomobil duracağa aparılıb onunla bağlıdır. Sənədləşməsi üçün bəli, hal-hazırda indi iş gedir. Yəqin yaxın günlərdə aidiyyəti orqanlar buna öz hüquqi qiymətini verəcək. Emin Vaqifoğlu, Diana Cəlali, Space xəbər.